olmayanın sağlam ordusu olmaz. Sağlam uşağı olmayan devlətin alimləri, professoru olmaz. İndi sağlam uşaq çox çətin əmələ gəlir. Niyə? Yenə dedim. 2 səbəb. Biri, kalsiyumun, mineral vitaminlərin qadınlarda, kişilərdə çatışmaması, döl zamanı onlara lazımi minerallar verilməməsi. İkincisi, kesariya əməliyyatı. Allah Teala insanı elə yaradır ki, insan anadan olanda ananın kanalından keçərkən onun endokrin vəzləri açılır və onun beyni formalaşıb çıxır oradan. O qorxu yer var. Bax, düz o qorxu yerini keçir çıxır. O uşaqların ana bətnindən çıxandan sonra o beyindəki vəzlər açılmağı çox gec olur. Buna görə də mən kesariya əməliyyatını təsdiqləmirəm. Vaqif Rəhmanov da bunu dəfələrlə deyib və bütün analara, bütün qadınlara, bütün gənclərə deyirəm ki, əgər ailə qurandan sonra sağlam evlad istəyirsinizsə, qida əlavəcilərindən istifadə edin, kalsiyumlardan istifadə edin, makro, mikro elementlər olan spirulina istifadə edin ki, evladlarınız sağlam dünyaya gəlsin. Ana bətnindən çıxandan sonra siz problemlər yaşamayasınız. Əgər olubsa, uşaqlarda əqli gerilik, uşaqlarda yaddaş problemi, uşaqlarda dilin gec açılması, onda yenə də gec deyil. Uşaq kalsiyumu, Veykan çox gözəl buğda nişastasından hazırlanmış Veykan, lestinli beyin kalsiyumu. Bunun hər ikisinin içində lestin və taurin var. Bunu içən uşaqlar Veykan da əlavə etsək, yaddaşda düzəlir, dildə açılır. İnanın ki, orqanizmə lazım olan kalsiyumu doldurursan elə bil. Tələbatı verirsən.